Kanalımız bugün Bakı ilə davam edir. Bakı haqqında çox gözəl bir deyim var. Deyirlər Bakı həm bastıran şəhərdir, həm də dəfn edən şəhərdir. Lakin eyni zamanda Bakı bastırdığını üzə çıxaran bir şəhərdir. Kanalımda bir Bakı hekayələri seriyası var. Bir müddət çəkdim, sonra dayandım. Bugün qərara gəldim ki, nədən öz şəhərimə yenidən bir qayıdış etməyim. Üstəlik Bakının tarixi buram-buramdır. Bakının tarixi var, qədimi var, orta əsrə dayanan bir tarixi var və biz bu tarixi öyrənməliyik. Adətən Bakının tarixi deyəndə içəri şəhər nəzərdə tutulur və bu da çox təbiidir. Bütün orta əsr şərq şəhərlərinin bir qədim hissəsi olub. Bizdə içəri şəhər adlanır, lakin digər şərq şəhərlərində həmin hissələr mədinət adlanır. Bugün Qəssəniz, Əlcəzairi, Tunisi və s. və digərlər yerləri hər bir şəhərin mədinət deyilən bir hissəsi var. Və bu içəri şəhərdə hər zaman çox əsilzadə, zadəgan insanlar yaşayıb, ta ki 19-cu əsrin sonuna qədər digər kəndlərdən, şəhərdən gələn insanlar başlayırlar qalanın kənarında özlərinə yaşayış qurmağa. Bu səbəbdən şəhərin bir də bayır şəhər deyilən bir hissəsi də yaranıb ki, bunun da mənası qala divarlarının, qala hasarından kənarda olan hissə anlamını verir. Zamanla durum neftin tarixi ilə bağlı olaraq dəyişir və ölkədə Azərbaycanda bir neft bumu yaranır. Neft bumu nəticəsində neft milyonçularımız peyda olur və bu neft milyonçuları öz arasında evlərin və gözəl bir binaların tikintisinin bəhsi girməyə başlayırlar. Tamamilə bugünkü dünyadan tamamilə fərqli bir durumdur. Bir-birlərini bəhsə girirlər kimin evi daha gözəl olacaq deyə və bugün çox gözəl bir deyim var ki, əslində Bakını bu neft milyonçuların bəhsi gözəlləşdirib. Hər biri çox məşhur memarları evləri üçün dəvət edirlər. Bunlar arasında Polyak memarları olur, Alman memarları olur. Lakin mən hər zaman öz memarlarımızın adını çəkməyə daha çox üstün bilmişəm ki, onların arasında Zivər bəy Əhmədbəyevin, Qasım bəy Hacıbabayevin adı danılmazdı. Bayır şəhər tikildikcə, bayır şəhər də hasardan, qala divarından kənarda mənasını verir. Burada çox tarixi tikililər yaranmağa, peyda olmağa başlayır. Hamamlar olur, meçidlər olur, bulaqlar olur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Sabetski layihəsi ortaya çıxandan sonra bir çox tarixi tikililərimiz çox təəssüf ki, məhvə məruz qaldı. Razıyam ki, bir çox burada çox köhnə evlər də var idi. Lakin həmin tarixi tikililəri bir şəkildə qoruya bilərdik. Bugün əlimizdə olan, yəni belə dırnaq içində əlimizdə qalan bayır şəhəri gəzəndə biz Təzəpir məscidini, Azərbaycan Memarlar İttifaqının binasını görürük ki, olduqca tarixi və o Memarlar İttifaqının binasının tarixi haqqında YouTube kanalımda da bir video çəkmişdim. O var. Bir çox burada tarixi hamamlar olub. Burada eyni zamanda həm məscidlərimiz var, həm Rus Pravoslav kilsəsinin kilsəsi var. Bu şəkildə Azərbaycanın dini tolerantlığı, dini dözümlüyü də öz əksini tapır. Lakin eyni zamanda son 2 ildə, hətta son 1 ilin tamamında, 2 ilin tamamı, 1 ilin özlüyündə ən çox söhbət açan tikili Zərgər Palan hamamıdır. Maraqlı tərəfi odur ki, bu hamam haqqında hətta sakinlərin özləri belə uzun zaman xəbər tutmayıblar. Mən özüm də o küçədən keçirdim və baxırsan, gedirsən, görürsən ki, adi bir yoldur, adi bir evdir. Düşünürsən ki, hansısa bir sakinin evidir. Deməsən, üzdən görsən bir tikilinin arxasında bir xəzinə yatırmış, bir hamam varmış. Və 2024-cü ildə həmin bu hamam çox hörmət etdiyim tarix ilmləri doktoru, bizim dəyərli alimimiz, arxeologumuz Fariz müəllim Xəlilin rəhbərliyi altında bərpa olunmağa başlayır ki, sırf bugün bu videonu da həmin hamama, həmin hamamın hekayəsinə, biraz da Zərgər Palan küçəsinin hekayəsinə həsr etmək istəyirəm. Qeyd edim ki, Zərgər Palan küçəsinin sözünün mənasında Zərgər və Palan var. Palan bir neçə şəhərin bir neçə ev olan hissəsi deməkdir. Yəni bildiyimiz məhəllədir, küçədir və ümumi tərcümədə zərgərlərin yaşadığı məhəllə anlayışını, küçə anlayışını verir. Həmin ərəfələrdə bu küçələrdə düzdür, zərgərlər də yaşayıb. Təəssüfsüz ki, bugün həmin emalatxanalardan heç bir əsər əlamət yoxdur. Lakin Zərgər Palan küçəsi ilə bağlı çox maraqlı bir məhəbbət hekayəsi də var. Zərgər Palan küçəsində yaşayan çox hörmətli, çox məşhur zərgərlərdən biri Zərgər Zeynalabdin olub və onun Tuğra adında bir xanımı olubmuş. Zeynalabdin öz xanımını çox sevirmiş və bir gün Tuğra xanım bərk xəstələnir. Tuğra xanım badamı və badam ağacını çox sevdiyindən Zərgər Zeynalabdin öz yaşadıkları evdə bir badam ağacı əkir və eyni zamanda da xanımına şəfa olsun deyə qızıl və gümüşdən badam formasında zərgərlik məmulatları, ən çox da boyunbağılar hazırlamağa başlayır. Həyat yoldaşının bu məhəbbətindən və qayğısından dolayı tezliklə şəfasına qovuşur və o gündən bu yana
badam formalı istənilən qızıl məmulatı, qızıl əşyası məhəbbətin və qayğının simvolu kimi bizdə qəbul edilir. Olduqca maraqlı bir hekayədir. Bizim də Bakımızda hekayələr çoxdur. Hər biri, hətta çox da hamısı qoçların hekayəsinə dayanmır. Burada məhəbbət simvolikaları və hekayələr də var. Biz isə üzü Zərgər Palandan Təzə Pir məscidinin yanından digər hissəyə keçid alıb hamamın yerləşdiyi küçəyə doğru yollanıram. Və burada qeyd edim ki, Zərgər Palan küçəsində və ümumiyyətlə Bayır şəhərdə Cəlil Mətqulzadənin, Abdullah Şaiqin, Mikail Müşfiqin evləri olmuşdu. Əsəb Zeynalın evi olmuşdu. Cəlil Mətqulzadənin evi bugün muzeydir. Digər evlər isə inventarlaşdırılaraq siyahı üzrə qalmışdı. Çox ümid edirəm ki, bugünkü bu yenidən qurma proqramı çərçivəsində Bayır şəhərin heç də bütün evləri, tikilləri dağıdılmayacaq. Parkın bu yana keçdim. Bura artıq Nizamiyə tərəf gedən bir yoldur. Yəni Zərgər Palan hamamının olduğu yeri izah etmək üçün istəyirəm. Burada da bu qoğal sifarişi qəbul olunur. Hər zaman məni belə çox qəribə şəkildə güldürür. Demək, ana mərkəzə salmış yeni parkı görürsünüz. Tam da o parkın sağ tərəfindən artıq hamam yerləşir. Amma indi göstərəcəm sizə ki, həqiqətən də üzdən baxsan bilə bilmirsən ki, burada bir hamam var ya yoxdur. Bütün də elə özəlliyi odur. Çox maraqlı bir şəkildə məhəllə içi bir hamam görünüşündədir. Döndük bura. Park qaldı orada. Yəni mənim hətta Fariz müəllimgilin bu hamamı görməklə mənim ilkin halda görməyimin arasında və bugünkü hal arasında olduqca çox böyük bir işlər var. Müəllim çox böyük burada təmir bərpa işlərinə nəzarət eləyir. Xüsusi bir incəliklə, xüsusi bir gözəlliklə təmir olunur və elə bütün də məqsədim elə odur ki, şəhərimizin tam da göbəyində yerləşən bu gözəlliylə sizə həm tanış edeyim. Tezliklə bura açılacaq. Burada eyni zamanda mədəni irs təlimləri də, kurslar da keçiriləcək və hər birimiz rahat şəkildə gəlib burayla tanış ola bilərsiniz. Artıq girişdə bizi belə bir sütunlar qarşılayır və tarixi abidəni, tarixi sevənlər üçün bu olduqca həyəcanlı bir görünüşdür. Bura haqqında bəhs etdiyim Zərgər Palan hamamıdır və bu hamamın belə deyək, adına bir damğa qoyan Fariz müəllim önümüzdədir, göz önümüzdədir. Salamlayıram sizə Fariz müəllim. Aleykümselam, xoş gördük sizi. Sizinlə söhbət etmək mənə bir tarixçi kimi həmişə xoşdur. Çünki nə qədər biz kitablardan oxusaq da, sizin vasitənizlə biz tarixi bir canlı şəkildə vərəqləyirik. Və son bir ildə eşitdik ki, yeni bir gözəlliyə imza atırsınız. Biz həmişə orta əsr Ağsu şəhəri deyib qürurlanırıq. Bugün artıq şəhərin mərkəzindəyik, burada Zərgər Palan hamamıdır və çox sevinirəm ki, bu hamamın da ortaya çıxmasında, bərpasında sizin imzanız var. Çox sağ olun. Yəni əslində biz Bakı şəhərində demək olar ki, çox iş görməmişik indiyə qədər. Müxtəlif yazılarımızda, yəni arxeoloji baxımdan çox iş görməmişik. Bu bizim ilk işimiz idi və bura bizim fokuslanmağımızın əsas səbəbi həm də Bayır şəhərin tarixinin ortaya çıxarılması idi. Biz düşünürdük ki, yəni bir tarix mədəniyyət abidəsindən çıxış edərək biz Azərbaycan Respublikasının yəni qanunlarında da təsbit olunmuş, hətta Ümummilli lider Heydər Əliyevin də imzaladığı arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası var ki, həmin konvensiyanın da elə birinci maddəsində qeyd olunduğu kimi bütün tarix mədəniyyət abidələri, həm də arxeoloji irslər fərq eləməz ki, onlar yerin altındadır, suyun altındadır və ya yerin üstündədir. Bütün, hətta memarlıq abidələri belə bura daxildir. Çünki məsələn deyək ki, bu gördüyünüz hamamda hər hansı bir divarında, üstündə, yəni bu yer hissəsində hər hansı bir iş görülmüş olsa, bunu bir memarın, bir deyək ki, sənətşünasın, bir tarixçinin yəni görəcəyi iş deyil. Çünki bunun üçün vəkalətnamə olmasına ehtiyac var. Yəni divarda belə işin görülməsinə, yuxarıda belə işin görülməsinə ehtiyac var. Bərpadan öncə və bərpadan
sonra həm də Venesiya xartiyasında da qeyd olunduğu kimi abidələr təkcə, yəni əgər binadısa və ya hər hansı bir arxeoloji irsdirsə, bu təkcə onun qalan qalıqları ilə əlaqəli deyil, həm də onun mühiti ilə əlaqəlidir. Hər hansı bir abidə əgər mühiti ilə bir yerdə qorunmursa, onun demək olar ki, abidə statusu, yəni doğrusu, yəni vermək də doğru deyil. Çünki o sadəcə bir deməli daşdan, divardan və ya nədənsə ibarətdir. Ona görə də hər bir abidə öz mühiti ilə bir yerdə qorunmalıdır. Həmin xartiyanın deməli 9-cu maddəsinə görə bütün memarlıq abidələrdə daxil olmaqla bütün bərpa və konservasiya işlərindən öncə arxeoloji tədqiqatın aparılmasına ehtiyac var. Eləcə tarix tədqiqatın aparılmasına ehtiyac var. Əgər orada məsələn deyək ki, bərpa işi bitdisə, yenidən bərpa işi bitdikdən sonra da sənədləşmə, hesabatların hazırlanması üçün, yeni ölçülərin alınması üçün mütləq şəkildə arxeoloji tədqiqata ehtiyac var. Bu mənada biz bir nümunə olsun deyə Zərgərplan hamamını seçdik və bu əslində bir özəl mülkiyyətdə olan hamamdır. Mülkiyyətçi ilə danışdıq, mülkiyyətçinin də razılığı ilə, dəstəyi ilə bu hamamın öyrənilməsinə başladıq. 3 ay burada arxeoloji tədqiqat aparıldı. Arxeoloji tədqiqatın nəticələrini siz görürsünüz. Maşallah, hətta genəldə laf çox sevinirəm. Ki, əgər siz tədqiqatdan öncə gəlmiş olsaydınız bura, bu mürəkkəb buradakı strukturu görməyəcəydiniz. Bura sadəcə bir meydança formasında düz bir sahə idi. Amma sonra biz tədqiqat nəticəsində müəyyən elədik ki, hamamın qapısı oradan olub, indi orada yaşayış evi var, o üzə çıxdı. Ondan sonra giriş hissəsi bura olub. Bu gördüyümüz hissə hamamın əslində insanlar girib və yuyunduqdan sonra çıxdığı, dincəldiyi yerdir. Buradakı bu deməli o çarıqların qoyulduğu, geyimlərin qoyulduğu, siz buradakı o tağvari kiçik taxçaları görürsünüz və bütün bu yəni buradakı bu quruluş məhz arxeoloji tədqiqatın nəticəsində ortaya çıxdı. Yoxsa yəni bu deməli biz məsələn bu yaxınlarda bilirsiniz ki, cənab prezident açılışını elədi hamam kompleksin deməli mərkəzi parkda. Amma orada məsələn cənab prezident təqdim edirlər. Orada sahə düz bir sahədir. Deməli nə göstərir? Arxeoloji tədqiqat aparılmayıb. Aparılmadığı üçün deməli bu arxeoloji qalıqlar ortaya çıxmayıblar. Buradakı fontanıdır, fəvvarəsidir, sonra insanların dincəlməsi üçün yerlərdir. Ən azı 10-20 nəfər yəni üçün nəzərdə tutulmuş dincəlmə yeridir. Hər halda bir o qədər insan da deməli ikinci zalda olurdu. Təxminən 50-60 nəfərin eyni anda çimdiyi, yəni yuyunduğu bir mərkəz. Burada memarlıq olaraq eklektik üslub, yəni əsas götürülüb. Demək olar ki, hər memarlıqdan bir qarışıq bir nümunə var burada. Burada görürsünüz sütunları, necə gözəl kapitelləri, məsələn deyək ki, abakusları yəni var, tağlar var və qeyd edeyim ki, tağlar da müxtəlifdir. Məsələn deyək ki, yarım tağ kimi olanlar var, sonra gördüyünüz ki, o qapının üzərində, yəni o şəkildə və belə deməli tam tağ formasında olanlar da var. Çox möhkəm tikilib, baxmayaraq ki, arasındakı material torpaq materialdır, bildiyimiz gil materialdır və biz burada bu hamamın deməli nəinki arxeoloji tədqiqatını, həm də konservasiyasını həyata keçirdik. Ən mühüm. Demək olar ki, biz burada bərpa işi görmədik, heç bir bərpa işi görmədik. Biz burada əsas konservasiya işini olduğu kimi saxlamaq. Gördüyünüz kimi, baxın necə burada daşları görürsünüz, necə qırılıbsa, sınıbsa, biz bu şəkildə bunları yəni tapıldığı yerində qoyduq və saxladıq. Kəşki digər hamamlarımızda da elə olardı. Bir çox kəndlərimizin adını çəkməyəcəm, özünüz də məndən yaxşı bilirsiniz. Hamamların bərpası adı altında sadəcə olaraq hamamları ablaylaşdırıblar. Bütün onun o gözəlliyini, hər şeyi itiriblər. Mən dəfələrlə buna qarşı da çıxıram və qeyd edirəm. Tarix mədəniyyət abidələrində sement
İstər bu boz sement olsun, yəni bildiyimiz qara sement olsun, istər ağ sement olsun ki, İrandan ixal edirlər. Yəni tarix mədəniyyət abidələrində istifadə edirlər. Eləcə də dəmir beton, məsələn bu yaxınlarda deməli ən çox üzərində dayandığımız və qarşı çıxdığımız deməli bərpa işlərindən birisi məhz elə Baskaldakı Hacıbədəl deməli məscidi idi ki, həmin məsciddə demək olar ki, həm yuxarısında, həm yerində, həm fundamentində dəmir beton deməli bərkitmə adı ilə işlər görülür və bunların hamısı demək olar ki, yol verilməzdir. Bütün xartiyalar bunları yəni deməli qadağan edir, olmaz. Amma gördüyünüz kimi, məsələn bax o divarda, həmin divarda Sovet dövründə böyük yəni kütlə sement suvaq vardı. O suvaq demək olar ki, bu bizim Abşeron daşının hopub və oradakı suyla və digər deməli ətraf mühitlə təsirə girərək, yəni reaksiyaya girərək o daşların duzlanmasına, tamamilə duz ona hopub yəni. Biz çalışmışıq ki, onları bacardığımız qədər o duzu çıxaraq. Amma demək olar ki, biz burada heç bir sement element saxlamamışıq. Yəni tamamilə onu ləğv eləmişik. İşıq elementlərini də görürüz ki, burada istifadə eləmişik və bəzən deyirlər ki, çox məsələn qaranlıq, məsələn deyək belə, özümüz belə yarım işıqlı bir istəyirik ki, insanlar daha çox deməli ab-havanın istiləsindən və abidənin özünə fokuslansınlar, yəni əsas məqam da odur. Qeyd edeyim ki, hamam əslində 1890-cı illərdə tikilmiş hamamdır. Niyə deməli bu dövrdə Bayır şəhərdə bu qədər hamam artıb? Çünki yəni çoxlu sayda bu ətrafda hamamlar görmək mümkündür. Bəziləri sonra sökülüblər, bəziləri başqa məqsədlə istifadə olunur, bəziləri deməli indi də hamam kimi istifadə olunurlar. Bunun əsas səbəbi həm də deməli bilirsiniz ki, şəhərin deməli sahil hissəsində hava tam belə yaxşı deyildi, orada neft çıxırdı ətrafında, sonra neft daşınırdı limanlarda, yanğınlar olurdu, bir çox hadisələr baş verir. Hətta şəhərin bir hissəsini bilirsiniz ki, qara şəhər adlandırırdılar bu ilə əlaqədar. Bu hissə isə havası yaxşı, səfalı bir yer olduğu üçün əvvəllər də hətta 1806-cı ilin bir xəritəsi var. Həmin xəritədə biz görürük ki, Bayır şəhər hissəsi tamamilə məskunlaşmış ərazilərdən birisidir. Bu hissədə deməli həmin dövrdə, neft bumu dövründə artıq məskunlaşmağa başlayır. Bu zaman insanın axını artır, böyük binalar ortaya çıxır, kasıb adamlar da yaşayırlar, sonra zəngin adamlar da yaşayırlar və nəticədə bu qədər insan olan yerdə əlbəttə müxtəlif xəstəliklər də təmizlikdən, natəmizlikdən yayılırdı deyə. Ona görə hətta şəhər bələdiyyəsi belə yəni bu işdə öncüllük eləyərək hamamların tikilməsini və insanların ondan səmərəli şəkildə və demək olar ki, hamılıqla istifadə edə bilməsi üçün şərait yaradırlar. Mən hətta o dövrün qəzetlərində oxuyuram ki, deməli şəhər bələdiyyəsi hansı hamama nə qədər qətvə, dəsmal, nə bilim nə Tağıyevin kombinatından alır, deməli verəcək deyə elanlar var, sayı da orada qeyd olunurlar. Təəssüf ki, 1937-ci ildə, burada hətta yuxarı pilləkən çıxır, onun açıldığı dövrü biz oradan müəyyənləşdiririk. 1937-ci il sözü yazılır orada. Deməli, 1937-ci ildə bura müsadirə olunur və o dövrdə xüsusilə də Stalinin o belə komünist rejimin xüsusilə də İslama, digər insanların hətta bir yerdə toplanmasına qarşı olduğu bir dövrdür ki, və kəsə-kəs dövrüdür və nəinki bizim deməli məscidlərimiz, türbələrimiz, sonra qəbristanlıqlarımız yəni
onları dağıdıblar və ya hər hansı bir müdaxilə ediblər. Eləcə bizim hamamlarımıza da deməli yeni baxış ortaya çıxır. Yəni onlar bu cür hamamları artıq bir sex kimi, fabrik kimi istifadə etməyə başlayırlar. Həm də düşünürlər ki, insanların belə deyək də bu cür belə asudə vaxtlarında toplaşıb hökumət əleyhinə söhbətlər eləməsin. Ancaq qorxuram. Sosial məsələni ortadan qaldırmaq üçün. Və nəticədə gördüyünüz kimi bu hamamda da, bax orada dəmiri görürsünüz. Yəni amma içəridə daha çoxdur bunlar. Burada dəzgahlar quraşdırılır, miskərlik işləri görülür, dəmirçilik işləri görülür. Bir çox yer, məsələn, buranın özündə çoxlu sayda deməli dəzgahların ayaqlarının olduğu deməli elementlər ortaya çıxıblar. Hətta bu hamamın içərisini asfaltlayıblar, üst sahədə belə buranın özündən asfalt çıxıb. Biz təxminən bir 100 maşına yaxın, siz belə görmürük, belə baxmayın. 100 maşına yaxın buradan torpaq çıxıb. Yəni o qədər çox buradan biz deməli torpaq çıxıb və çoxlu da maddi mədəniyyət nümunələri aşkar olunublar. Yəni bunlar hal-hazırda bizdə Arxeologiya və Antropologiya İnstitutundadır. Gələcəkdə də burada onun sərgisində. İnşallah, nə gözəl fikir olar. Fikrimiz var. Bəlkə də açılış məqamında biz onu eləyəcəyik. Belə, yəni bu birinci hamam kimi, daha sonra sex kimi, fabrik kimi, hətta 2-ci Dünya müharibəsində burada geyimlər də istehsal olunub, əskərlər üçün patavalar istehsal olunurlar. Bunların həmsinin elementləri aşkar olunurlar buradan və nəticədə 1990-cı illərə qədər sonuncu dəfə güzgü sexi, yəni belə sex kimi fəaliyyət göstərir. Sonra isə bura abidə kimi deməli artıq 2001-ci ildə bura 3578 inventar nömrəli bir deməli abidəyə çevrilir, dövlət tərəfindən qeydiyyata alınır. Amma onun ilə belə deməli bura özəl mülkiyyətdə olduğu üçün sonradan hərəcə çıxarılır, müxtəlif adamlar buranın sahibkarı olurlar və nəticədə 2023-cü ildə də bizim bir yerdə deməli işlədiyimiz deməli Əli-müəllim Ələliyev və Nailə xanım deməli bu obyekti sahibi olurlar və hətta mən onları çox belə təqdir edirəm ki, doğrudan da bu abidənin həm arxeoloji baxımdan öyrənilməsinə, həm də bu abidənin konservasiyasına razı olublar. Doğrudan da, yəni tam bərpasına yox, yəni konservasiyasına razı olublar. Digərlər olsa deyər ki, öz mülkümdə istəmirəm. Yox, mən hətta ümumiyyətlə ki, mən suvuyacam, mən burada başqaları kimi. Hətta məsələn mən gəlib bu yaxınlarda yəni dövlət qeydiyyatındadır, 16-cı əsrin abidəsidir. Gəncədəki hamamda olmuşam. Yəni bərbad. Yəni Kürdaxanada hamamı mən hələ gördüm. Kürdaxana hamamı hələ, yəni dəhşət bir şey. Yəni o hamamı Osmanlı üslubunda, Türk üslubunda dahi şəffaf məsələn deyək ki, o şəkildə bəzəməyə yəni nə ehtiyac var yəni? Olduğu kimi saxlamaq lazımdır. Tarix və mədəniyyət abidəsini ümumiyyətlə bütün konvensiyalar və bizim öz qanunlarımız da tələb edir ki, abidə dövrünü əks etdirməlidir. Dövründə necə yəni olubsa o şəkildə olması lazımdır. Yəni bizim müdaxilələrimiz olmamalıdır və buna yol verilməlidir. Kaşqı ilə hər yerdə elə yanaşsaq. Belə, hamamla tanışalım. Yəni biz burada belə, yəni əslində biz burada çox da belə deyib də memarlıq abidələrində istifadə olunmayan, mən bunu çox az görmüşəm. Hətta mən ən çox üzərində dayandığım ürəyim ağrıyan abidələrdən birisi Çıraqqala abidəsidir ki, sement hər yerindən o 7-ci əsrin abidəsini sementə tutmaq. Fariz müəllim, bəs bu işlər görməmişdən qabaq məsləhətləşmə qrupu yaradılmır ki, sizin fikirlərinizi öyrənirlər? Mənə məsələn bəzən deyirlər ki, bu deməli materiallar hansı ki
protokollar var da, Bəli. beynəlxalq protokollar var. O protokollara uyğun olan materiallar bizdə tapılmır, bizdə yoxdur və ya Fövqəladə Hallar Nazirliyi buna icazə vermir. Hətta mən Fövqəladə Hallar Nazirinə məktub ünvanladım cənab Kəmaləddin Heydərova. Düz bir həftə sonra çox böyük bir toplantı keçirildi. Mən baxdım, gördüm ki, yəni yoldaşlar doğrudur, məsələn deyək ki, can yandırırlar bir çox şeylərdə. Amma doğrudan da qanun hər bir abidiyə yəni özünə məxsus yanaşmağı tələb edir. Yəni məsələn deyək ki, digər deməli abidələr deyəndə ki, binalarda, tikilən yeni binalar ki var, digərləri var. Onlara qoyulan tələb abidəyə qoyula bilməz və ya o abidəyə qoyulan tələb bu abidəyə qoyula bilməz. Çünki bu elmin deməli prioritetidir və ya elmin mövzusudur. Yəni bu mütləq abidə elmlə olmalıdır və təəssüf ki, yəni elmə yəni diqqət olunmur. Olunmadığı üçün də nəticədə abidələrimiz çox pis vəziyyətdədirlər. Bəzən elə şeylər də pis vəziyyətdə də bərpa olunur. Elə onları da görəndə bəzən desən ki, bəzən dəyməsələr daha yaxşıdır. Yəni qorxan olsun deyilmi? Deyirlər ki, axı gözəl görükmür, axı gözəl görükmür. Yəni gözəl görünməli deyil də Bu necə ola bilər? Yəni çox rəhbər işçilər deyirlər. Hay Allah. Hətta məsələn deyək ki, universitetlərdə bu dərsləri keçən adamlar deyirlər ki, yəni axı gözəl görükmür. Axı nə gözəl görükmür. Gözəl Niyə gözəl görükmür? Yəni Bu hissədən keçilir. Yəni bu gördüyünüz bu yerdən, yəni buradan yuxarı deməli baca var. İndi mən onu sizə göstərəcəm. çox gözəldir. Buradan burada belə qəribə olur. Deməli, biz burada iş başlayanda Bəli. burada bir hovuz, yəni 90-cı illərdə elə bilin ki, hamam eləmək istəyəndə fikirləşiblər ki və düşünüblər ki, o dövrdə deməli insanlar sanki hovuza girib çimirlərmiş də, belə olub yəni. Və burada hovuz tikmək istəyirlər. Elə bilin ki, burada hovuz var. Bu hissədə. Yəni bəli, bu hissədə hovuz tikmək istəyirlər. Amma sonra yəni ki, biz müsəlman hamamı olduğuna görə biz axı həm də İslam arxeologiyasının məsələsidir. Ha, doğrudan da İslam dövrü arxeologiyasının məsələsidir. Çünki müsəlman hamamlarında hovuz olmur. Çünki su murdarlana bilir. Yəni bir adam girdisə, başqa birisi gələndə artıq o su mundarlanmış sudur da. Yəni o su istifadə olunamaz. İnsanı təmiz eləyə bilməz yəni. Elə bir anlayış yoxdur bizdə. Bizdə mütləq su nə etməlidir? Axar olmalıdır, axıb gəlməlidir. Ona görə də burada hovuz ola bilməz. Yəni insanların içinə girib yuyunduğu hovuz ola bilməz. Sonra biz o daşları götürdük, yəni o divar kimi hörmüşdük hovuzu eləmək. Baxdıq, gördük ki, bu gördüyünüz 4, deməli, buradan görürsünüz, oradan. Bu 4 ədəd, deməli, istilik şəbəkəsi. Sistemi ortaya çıxır. Bu gördüyünüz hissə belədir. Deməli, burada bizim deməli, tədqiqatın nəticələrinə görə 3 yanaşı sistem var və bu sistem hamısı bir-birinə bağlıdır. Bu da burada bağlanır. Gəlib burada bağlanıb, yəni bunlar ikisi, yəni buradakı şəbəkəyə, şimal-cənubla, şərq-qərb istiqamətindəki olan gəlib burada birləşirlər. Və bu binanın altında, bu zalın altında və bir neçə oradakı digər otaqların altında istilik şəbəkəsi qurublar. Və bu necə qızdırılır? Bunun qızdırılması üçün istəyirsiniz otağa keçək. Keçəyim baxalım. Orada mən onun yerini deyim sizə. Gördük, biz hamısını saxlamışıq. Bəli. Ki, insanlar gələndə nə etsinlər? Görsünlər. Bax, bu həmin ocaqlıqdır. Yəni, burada aşağıda odun yanır, məsələn deyək və ya başqa vasitələr istifadə edirlərsə, arada odun istifadə edirlər. Yanır. Bunun buradan bir kiçik bir deşiyi var. Oradan o elə biraz gedəndən sonra altda əməlli başlı insan boyu qədər, olmasa da, yəni bir uşağın içində gəzə biləcəyi qədər bir tağvari, pişmiş kərpicdən tikilmiş bir sistem yəni görülür. Və içərisində də rahat gəzmək mümkündür yəni onu. Məsələ ondadır ki, burada tiyanın qalaqlarını tapmışıq, bunlar təmizlənir bizdə. Bu deşikdə həmin o tiyanı qoyublar. Bu isti suyu da yox, qaynar suyun otağıdır.
Bura onun xəzinəsidir. Qaynar suyun burada su qaynayırdı. Belə də təsəvvür ki, fokur verirdi burada. Buradan tüstü, altından tüstü, həmin o gördüyümüz şəbəkə ki yoxdur. Bəli, ora O yayılır. şəbəkədə yəni gəzirdi və orada yanında şimal tərəfdə bir baca var. Həmin bacadan da çıxırdı yuxarı. Və görürsünüz burada bir dənə orada saxsı tünc var, bir dənə də orada saxsı tünc var. Burada isti. Bəli, buradakı isti su gəlib onun səviyyəsinə çatanda, buradan da su daxildir bura. Deməli, oradakı su gəlib o səviyyəyə çatanda su keçirdi o bir otağa. O bir otaqda ilıq su otağıdır. Yəni orada yenə də su gəlirdi, amma soyuq suyla isti su orada qarışırdı və insanlar oradan götürüb suyu yuyunurdular və deməli isti suyla elə yuyunurdular. Buranın da bağlı olub sizcə ya? Bəli, bağlı. Bunun biz düşünürük ki, bu səviyyədə yəni bağlı olub, hə, əksi halda. Hiss olunur ki, yəni bağlı olub, buranın özündə elə yəni tikirlər ki, ona uyğun olsun. Uyğun olsun. Bəli. Ne gözəldir. Yəni olduğu kimi sınanın, qırılanın, bax görürsünüz, necə var, o şəkildə də saxlayırıq. Yəni ki, bax bu dəmirlər hamısı, bu gördüyünüz dəmirlər. Bu dəzgahların var, Sovet dövründə. Bax orada da bu dəmirləri görürsünüz. Hətta orada dəzgahın birinin ayağı da var orada. Yola yaxınlaşında onu çəkərsiniz. Tüstünün çıxdığı yer buraydı. Bu hissədən çıxırdı. Bu otaqlar isə soyuqluqdur. Yəni elə bilin ki, burada İsti hamamdan sonra tutardılar, yaxalanmaq üçün keçib orada o otaqda, bu otaqda yaxalanıb, yəni gedirlər. Əməlli başlı mədəniyyətdir. Bugün indi hətta həkimlər deyir ki, o qan dövranı üçün olduqca əhəmiyyətli isti sudan sonra soyuq bir duş qəbul edir. Və bu gördüyümüz bu hissədə bunlar oturmaq üçün su da bura gəlirdi, buradan götürürlər. Bunu da biz, şəxsən mən özüm ədəbiyyatda əvvəllər rast gəlməmişdim. Yəni, bunun adına nə deyilir? Bu hamamı işləyəndə biz bunun da adını tapdıq. Nə qoyulmadı? Qurnaymış. Qurna? Qurna. Bunun adı Qurnadır yəni. Və bundan 1, 2, 3, 4 dənədir. 4 dənədir. Sular ora gəlirdi. Təxminən belə deyək də 10-20 arası adam eyni vaxtda burada yuyuna bilərdi. Belə, biz indi bu günbəz, möhtəşəm günbəz. Çox gözəldir, həqiqətən gözəldir. Mən doğrudan da biz bunu işləyəndə insanların necə möhtəşəm bir iş. Yəni, bilirsiniz, o daşdandır, daşdandır. Üzdüyüblər də, gəzlə üzdüyüblər o vaxtı. Deməli, o daşı nə ilə yıxsalar yaxşı? Torpaqla, bildiyimiz adı torpaq. Düzdür, biz onun çölündə gəzlə işlədik də. Yəni, gəz dediyimiz material, əslində biz bu yaxınlarda, burada Zərgərqalan hamamında 16-sı 25-i iyul tarixlərində Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə Miras Mədəni İrs Müəmməsi Kömək İctimai Birliyi olaraq Mədəni İrs Beynəlxalq Ustad Məktəbi qururuq və bu Ustad Məktəbinin ilk dərsləri burada keçiriləcək. 2 qrup qəbul edəcəyik. Orada 16 mütəxəssis mədəni irsin müxtəlif sahələri ilə əlaqədar həm nəzəri bilik verəcəklər, həm də praktik bilik verəcəklər öz sahələrinə olaraq. Axırda biz də mirasın sertifikatını verəcəyik ki, o mədəni irslə bağlı bu dərsləri, kursu tamamlayıb. Deməli, biz orada gəzlə bağlı da Türkiyədən Minə xanım, Minə Yar, Cəlal müəllim, onlar ikisi də burada iştirak edəcəklər. Onlar həm daşınar, həm də daşınmaz tarix mədəniyyət abidələrinin bərpasının praktik tərəflərini göstərəcəklər burada. Və qeyd edeyim ki, biz burada demək olar ki, Qrasella adlandırılan, yəni qaymaq kirəc deməli deyilən bir ağırlıqda bunlar deməli materialı cəlb eləmişik. Təxminən bura 2 tondan yuxarı deməli
Hatta gömleğinde de Necə bu qədər məmnun edirsiniz? İlk dəfə deyiblər, siz neymişsiniz? Neymişsiniz öyle şey? Yəni, ilk dəfə biz kərpiç tozu almışıq, haradasa bir yarım tona qədər kərpiç tozu almışıq. Yəni, adamlar qalma, ilk dəfədir ölkəmizdə irs abidələrinin bərpası üçün material daxil olur. Yəni, onlar bunu qeyd eləmişdilər. Nəysə, yəni ki, əslində bizim deməli buradakı işimiz çox öyrədici oldu. Bir çox ustalara dərslər keçdik. Onlar aralar necə doldurulmalıdır, hansı ölçülərdə qarışım olmalıdır. Yəni bunları biz onlara öyrətdik. Deməli, əslində çox yaxşı da bir qrup əmələ gəldi. Mən elə buradan çağırış vermək istəyirəm, yəni əgər siz bunu versəniz. Verəcəyik, əlbəttə, buyurun. Çağırış vermək istəyirəm müxtəlif təşkilatlara, istər Mədəniyyət Naziri olsun, istər Dövlət Turizm Agentliyi olsun, istər Azərbaycan olsun, istər hamısına. Yəni ki, biz əlimizdən gələn köməkliyi belə mütəxəssis köməkliyində eləməyə hazırıq və qeyd edeyim ki, yeri gəlsə, belə deyək də, süt podratçı kimi, yəni podratçı da olmasaq, süt podratçı kimi bu işləri, yəni miras ictimai birliyi olaraq görməyə hazırıq. Əlbəttə, eləyiriksə daha yaxşı eləyək, başdan savda eləməyək. Burada çox böyük bir yanğın olub bu hissədə, yanğın olub. Sütun necə yanıb? Yəni, o şey. Biz məsələn, necə onu deyilmişdilər, onu sementləmişdilər. Əməlli başda sütun sementlənmişdir. Biz onun hamısını təmizlədik. Yəni, sementini təmizlədik və gördüyünüz kimi olduğu şəkildə biz onu konservasiya elədik. Burada çox əlavə elementlər istifadə olunub, müdaxilələr olub. Yəni, biz həmin müdaxilələrin əksəriyyətində aradan qaldırdıq. Binanı bir növ xilas elədik. Əgər siz keçən ilin sentyabrında bura gəlmiş olsaydınız, burada siz qəti nəfəs ala bilməzdiniz. Yəni, çox böyük, bütün bacalar hamısı tutulmuşdu, bacaları açdı. Düz deyil, o, məsələn, deyək ki, bizə başqa problemlər də yaradır, yəni həmin bacaların açıq olması. Amma qeyd edeyim ki, bu həm də buradakı havalandırmanı təmin etməyə köməklik edir. Belə, yəni... Sualım var, bu dərsdə də bir sualım var. Qaziantep'də yəqin olmuşsunuz Farzında. Orada da bu hamam muzeyi var və Qaziantep haqqında orta əsr səyyahlar yazır ki, 300-ə yaxın hamamı olub, hamamlar şəhəri kimi tanınır. Bizdə belə məsəl üçün də hər şəhərimizin düzdür özlərinin hamamı olub, ən çox hamamlarımız hansı şəhərdə olub? Yəni, mən Şamaxı deyə bilərəm. Ən çox elə bu Bayır şəhər var. Burada. Yəni, Bayır şəhərdə, Azərbaycanda mən qeyd edeyim ki, ən çox deməli, hamamın olduğu yer elə bu Bayır şəhəri. Hətta Şamaxıdan da çox olub deyirsiniz. Şamaxıda cəmsində bir hamam. Cəmi bir hamamısı var. Məsələn, 1824-cü ildən öncə Şamaxı bilirsiniz ki, Nadir Şah və ondan sonra, daha doğrusu ondan qabaq da zəlzələlər dağıtmışdı. Nadir Şah gəldi, gördü ki, qala divarlarda bu yoxdur, burada hökmdar otura bilmir. Yəni, özdə cəmaatı köçürməli oldu, yeni bir şəhər tikdirməli oldu və cəmaatı köçürdü Ağsuya. Bax, orada Ağsuda ola bilər, çox ola bilər. Amma düzdür, biz bir naşr eləmişik. Yəni, qalıqları aşkar oluna bilər. Mən düşünürəm, Şamaxıda da qalıqları aşkar oluna bilər. Amma Şamaxının böyük bir problemi var. Şamaxının problemi odur ki, 1824-cü ilə qədər heç nə yoxdur üstdə. Bağın altında. 24-cü ildə Ruslar yenidən buranı paytaxt kimi tikməyə başlayırlar. Təəssüf ki, 1859-cu ildə yenidən zəlzələ olur və paytaxt Bakıya köçür və Şamaxıda yenə də quruculuq işləri getsə də 1902-ci ildə yenidən zəlzələ olur və Şamaxı bir növ süqut edir. Sonra Sovet dövründə, digər dövrlərdə, Cumhuriyyət dövründə çox işlər görürlər burada. Cümə məscidi təzədən bərpa olunur, sonra digər imamlı məscidi, digərləri, yəni o işlər görülür. Hamamın özü, oradakı Qalabazar hamamı, yəni həmin dövrdə tikilir. Amma təəssüf ki, biz Şamaxını layiqincə nə öyrənmişik, nə də ki, qoruyuruq. Bu çox, mən özüm bilirsiniz ki, Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi idim və Şamaxı rayonunda bizə baxırdı
biz orada Xınıslı abidəsi ilə bağlı deməli çoxlu araşdırmalar apardıq. 1630 ev var Xınısının üstündə. Bu qədim Şamaxıdır. Ptolemeyin adını çəkdiyi, yəni Kamaxey adlandırdığı Şamaxıdır və üstündə 1630 ev var. Bunların heç birisi qanuni deyil. Və bunların hamısı yəni kənd təsərrüfatı təyinatlı torpağın üstündə tikilmiş deməli yaşayış evləridir. Və altı isə saraylardır. Yəni saray sütun atdıqları, yəni oradan aşkar olunan gümüş nimçə, yəni bəziləri deyir Şapurovda, bəziləri deyir Ərdəşirovda, yəni o deməli gümüş nimçə tək oradan aşkar olur. Bazımızdan heç bir yerində aşkar olunmuyor. Yəni o qədər məsələn deyək ki, oradakı şəhər həyatı demək olar ki, biz onu qorumuruq. Qorumağa çalışmırıq. Mən çox təəssüf eləməliyəm ki, o adamlarla işləməyə mən öz əməkdaşlarımızı belə həvəsləndirib, motivə edib göndərə bilmirdim ki, hamısı qorxurdu. Yəni işçilərin özləri də qorxurdular. Nə o deyir, mənə pis söz deyir, nə deyir. Hətta mən ona yəni gedib artıq bildikləri göndərəndə ki, siz qədim şəhərin üstündə yaşayırsınız və qədim şəhərlə əlaqədar hansı bir qarşınıza bir şey çıxmış olsa avtomatik dayanmalısınız və dövləti məlumatlandırmalısınız bu ilə əlaqədar. O bildikləri paylayanda belə bizim əməkdaşlar orada çox təhqir olunurdular, onlara qarşı hansısa bir ifadələr işlədilirdi. Hətta bir nəfər vətəndaş mənə zəng elədi orada. Dedi ki, mən Qarabağ qazisiyəm deyəsən. Dedi ki, mən buradakı adamların hamısına demişdim. Mən demişdim ki, bir gün dövlət gələcək. Amma təəssüf ki, dövlət gəlib hələ çıxa bilmir oraya. Çox xeyir. Yəni mən Şamaxı həqiqətən də Şamaxı adına çox üzülürəm. Deyiləsi çox dərdimiz var. Təklif edirəm hamamın üstünə qalxaq. Hə, inşallah. Sözünüz varsa? Yox. Qalxaq. Hazırda hamamın üstündəyik. Buradan gördüyünüz bu yoldan qalxdıq yuxarı və bura çox maraqlı bir havası var, ab havası var. Çünki tamamilə yaşayış evlərinin əhatəsindədir və burada işlər necə gedir əslində onu çox rahat görmək olar. Keçən dəfə bura qalxdıq və çox istəyirəm ki, buranı da baxaq. Yəni bir işi görürüksə, onu tamamilə təcrübəli şəkildə, elmi şəkildə yanaşmalıyıq, onu görməliyik. Əksi halda 2-3 il ömrü olacaq, yenidən dağılacaq, yenidən qorunmağa səsləyəcək. Ona görə də hər bir iş təməlli və köklü bir iş tələb eləyir. İndi burada bura haqqında da Fariz müəllim öz təcrübələrini bölüşsün ki, burada hansı işlər görüblər. Çünki aşağının əziyyəti qədər də yuxarının da özünün tələb etdiyi məqamlar var idi. Neçə günbəzimiz var burada? Biri buradadır, hə Fariz müəllim? Hə, başlayaq. Deməli bu yəni hamamın 2 günbəzi var. Bəli. Elə 2 günbəzli hamam da deyə memarların arasında çox deməli məşhurdur. Təəssüf ki, biz gələndə günbəzlər çox problemli vəziyyətdədirlər. Bu günbəzlərin görürsünüz burada pəncərəsi var. Bəli. Pəncərələr, bu pəncərələr hamam dövründə olmayıblar. Bu pəncərələr açılıb çünki ehtiyac yox idi hamam dövründə. Bunlar açılıblar həmin o sex dövründə. Amma biz onları bağlaya bilmədik. Yəni və bağlamaq da doğru olmazdı. Çünki onu o vaxtki günbəzi parçalayıb, yəni dağıdıb bunu düzəldiblər. O artıq tutub da özünü, oradakı o dəmir deməli reşotkalar da vardı. Özünü tutub yəni. Biz təzədən onu çıxartmağımız günbəzi zədələmiş olacaqdı yəni. Ona görə də biz o hissəsini belə alimlər bir yerdə Professor Luigi Skrinzi, Professor Qafar Cəbiyev, salam olsun alimlərimizə. Məhəmməd Nur Məmmədov, sonra Əfqan müəllim Əfqan Quliyev və bir çox deməli memarlarımız və arxeologlarımız Elmira xanım Abbasova. Yəni oturub belə qərara gəldik ki, yəni biz deməli bu hissələrə yəni toxunmayaq. Yeni bir yəni element kimi baxmayaq. Baxaq. Yəni bu açılmış yeni bir element kimi baxaq. Bunun üzərində çox böyük bir sement təbəqə var üstündə. Yenə sement. Qalın təbəqə vardı və bu sement təbəqə deməli binanı problem yaradır.
partlamışdı, çatlamışdı, hər tərəfində orada ağaclar, bunun üstündə bir meşə vardı. Vay, vay, siz vay. əgər məsələn sentyabr ayında gəlsəydiniz, o ağac görsün, Bəli, bəli. məsələn deyil. O ağacdan, yəni biz ona əslində elmi adı cənnət ağacıdır. Amma biz Ağsuda ona Rusiya ağacı deyirik. Həmin Rusiya ağacı deməli ən çox Sibirdə o bölgədə olduğuna görə bunun üstündə 10 meşəsi var da belə deyək. Yəni hardasa bir həftə biz həmin meşəni təmizləməklə yəni məşğul olmuşuq. O yağında kökləri vardı, binadan kökləri. Hələ də baxırıq ki, yəni tam deməli oradan gördüyünüz kimi Çıxırlar. Yəni müxtəlif yerlərdən təzədən yenə çıxmağa əgər bir şərait tapırlarsa çalışır. Deməli, çünki bunun binanın içi hamısı torpaq. Yəni ki, divarları hamısı torpaq. Torpaqda kök salıb. Yəni torpaqla işləyir. Bu gəc materialdır və biz gəzlə işlədik üzərini. Ondan sonra deməli bunun üzərinə izolyasiya materialı deməli Almaniyanın Weber deməli firmasının istehsal olunan nanomateriallardan, həmin nanomateriallardan üzərini işlədik. Yəni sabah deməli yağış yağanda bir şey olanda bu su hopmur yəni. Hopmayır, ha. Yaxşı da alınır. Yəni mən qeyd edim ki, gözəldir. Çünki zaten birinci sınağı var idi da. Sınaq bu yağışlar dayanmadı. Əslində bəlkə də elə bu sınaqdan keçirməkdən ötürü bu qədər yağış göndərdi. Burada çox problem olmadı. Yəni bu hissədə amma biz bu deməli gördüyünüz üzərindəki hissəni deməli Bakının digər hamamlarında yəni qırdan başqa da yəni gördüyümüz bu qır vurmaqdan başqa hansı şəkildə işləndiyini yoxladıq. Çünki bu artıq elə bir elementdir ki, üst elementdir. Yəni burada biz istənilən cür yanaşa bilərik, yəni qorunması məsələsinə. Biz yəni İçəri şəhərdə bərpa olunan, sonra müxtəlif yerlərdə bərpa olunan hamamlara və eləcə də deməli tarixi abidələrə diqqət elədik. Biz də bunun üzərini amma bəzi yerlərdə əvvəldən də vardı. Bu cür deməli ağla daşlar adlandırdığımız mədən daşları ilə, üzlük daşları ilə deməli bu hissəni üzlədik. Altında izolyasiya qatı var və onun üstündən də deməli yağış bu mailidir. Yanında qarşı tərəfə axmaq üçün yerləri də var, axır var. Bu gördüyünüz buradakı deməli bacalar isə bunlar vaxtında olmuş, amma sonra bağlanılmış deməli bacalar olublar. Biz onların da hamısını açdıq ki, təbii havalandırma, yəni olsun. Bu mənada deməli bunlar da alınır. Bax burada divarda, aşağıda divarda 1937-ci ildə burada bir yuxarı çıxmaq üçün görünür o vaxtda günbəzlərin çox problemi oldu. Yəni su buraxması, nə bilim deməli hər hansı bir yanğın, nə bilim tüstü, yəni bu damın nəzarətdə saxlanması üçün bir yuxarı çıxışa ehtiyaclar olub və bu hissədən çıxış eləyiblər. Üstünü biz Keylanda yarı dəmirlə örtmüşdülər. Qalanın deməli açıq idi. Nərdivan da qoymuşlar içərisinə. Deməli daş nərdivan idi, 2 metr qalxırdı. Biz o 2 metri təmizlədik. O təkcə o 2 metrdən biz hardasa bir 20 maşına yaxın torpaq çıxartdıq. Yəni o qədər çox torpaq qatı vardı orada. Yəni o həmin o ərazidə dolmuşdu. Deməli maşın deyəndə biz KAMAZ-la tutulur. Deməli bu icazə vermirlər də. KAMAZ-lar girsin bura məsələn deyə belə. Ağır maşın sayı çox olur. Maşın sayı çox olur yəni. Deməli burada divarda 1937-ci il ifadəsi var ki, nə vaxt açılıb da. Bəli. Sonra isə biz də baxdıq ki, həm gələn əgər kimlərsə gəlib ziyarət eləyəndə bir də şəhərin buradan görüntüsünü görmək istəsələr çıxıb baxsınlar. Həm də deməli bu günbəzləri daimi nəzarətdə saxlamaq, bunun üzərinin deməli bu işləri ilə bağlı yəni
hansısa bir problem olsa, bir şey olsa nəzarətdə saxlamaq üçün bu deməli günbəzi elədik. Qeyd edeyim ki, bunların hamısının yerində, daha doğrusu bu şüşə elementi burada qoyduq. Bunların hamısına Sən Mədəniyyət Nazirliyi o isə göndərib deməli Elmlər Akademiyasına, Elmlər Akademiyası həm də Şəhər Salma Komitəsi rəy veriblər və bu rəy əsasında quraşdırılır. Belə istəyirəm ki, onu tezliklə açacaqsınız. Yəni adi, yəni məsəl üçün mənə keçən dəfə fotoların paylaşımında sual verir ki, biz gedib ziyarət edə bilərik, çünki çevrəmdə mədəni irsə maraqlı dostlar var. Sözü kəsdim, bağışlayın. Onlar üçün gəlib ziyarət edə bilərlərmi? Bilirəm ki, sual yaranacaq. Yəni açılışdan sonra, rəsmi açılışdan sonra. Mən iyulun 1-dən sonra rahat şəkildə nəinki onlar, istənilən şəxs yəni yaxınlaşıb bura baxa bilər. Yəni hamamın qabağına yaza qoyacaqsınız lövhə falan. Biz əslində bütün hamamın loqosunda, yəni istəsəniz mən sizə verərəm, belə olur. Yəni paylaşarsınız. Qaranlıqdan işığa deyə biz deməli doğrudan da qaranlıqdan işığa olduğu deməli sloqanı olan bir deməli loqo da hazırlamışıq və düşünürəm ki, bu əslində çox adamın da marağını cəlb eləyəcək. Həm də biz istəyirik ki, bura təkcə bir hamam sərgisi və ya hamam muzeyi kimi tanınmasın. Yəni biz istəyirik ki, bura bir Bayır şəhər muzeyi kimi tanınsın. Yəni gözəl düşünmüsünüz. Və kim də bizə Bayır şəhərinə qədər hər hansı bir fikir vermiş olsa, biz buraların qorunmasını istəyirik. Və oradan da qeyd edeyim ki, bu bir zənginlikdir. Bu zənginliyi sünniliyə dəyişmək olmaz. Əlbəttə. Bu yol verilməzdir. Və mən bir alim kimi deyirəm, bir mütəxəssis kimi deyirəm, cinayətdir. Evet. Qəlbimiz sızlayır həqiqətən də. Yəni insan əgər öz tarixini sevirsə, məmurlara mən baxıram. Harca bir tarix məmurların əksəriyyəti belə yenə də deyirəm, gözəl görünmür. Yəni niyə gözəl görsənməli daxı? Baxın, bax gözəl nə görünmür ki, bir dənə buradan baxın da. Baxın, gözəl o mu görünür? Yəni o deyil də, o gözəl deyil. O görünür gözəl. Ya və ya bu arxadakı, yəni bu beton, yəni yığınağı, deyək ki 50 ildən sonra hamısının sökülüb təzədən tikilməli olduğu bu yük kimə lazım? Eynən. Kimə lazım? Razıyam sizə. Nəysə. Belə gördüyünüz kimi bu çox qəşəngdir, əməyinizə sağlıq. Böyük günbəzdir bu. Yəni düşünürəm ki, əslində günbəzlərin də saxlanılması və qorunması. Yaxınlarda Ağdaşda deməli Hacı Bədəl Əfəndi məscidinin bir uşaq bağçası olmuş Sovet dövründə, müstəqillik illərində. Sonra isə siz də mənə bağışlayın, alkoqoliklərin, narkomanların məskəninə çevrilmiş bir deməli məsciddən danışırıq. Yəni onun bir dəfə nazir, 2 dəfə dövlət xidmətinin rəisi gedib yəni həll edib ortaya çıxara bilmədikləri bir məqam idi. Yəni və hər dəfə də yazılırdı, hər dəfə də insanlar onun haqqında danışırdı. Hətta mən yerli əhaldən bir nəfər özü də həmin adamın nəslindən götürüb qabağında mehrabı kəsib tualet tikib düz mehrabın qarşısında və üstəlik deməli həmin məscidin yəni nəzarət komitəsindən nə idisə orada bir təşkilat vardı. Onun rəhbəri idi. Gəldi ki, dedi siz bilirsiniz nə var? Heç buna heç ehtiyac da yoxdur. Nə bərpası? Bir də gördünüz ki, buna kimsə kibrit vurdu, alışdı, yandı belə. Mən də axırda gördüm ki, bu nə dövlət çox gec gələcək buna. Çünki bu yerli əhəmiyyətli memarlıq abidəsidir. Cəmaət əl-ələ verməsələr bir şey əmələ gəlməyəcək və özəldir ki, heç kim pul qoymaq istəmir ora. Məsələn, deyək ki, belə baxdım ki, yəni belə alınmır. Biz Miras İctimai Birliyi olaraq onun üçün bir layihə elədik. Çox insanlarla, mən bilirəm ki, siz də o məsələdə yaxından iştirak eləmişsiniz. Yəni, niyə? Qoy olsun, başqaları da bilsin ki, yəni doğrudan da insanlar əl-ələ verəndə nə xariqələr yaradırlar və doğrudan da biz heç gözləmədiyimiz, şəxsən mən elə bir məscid gözləmirdim.
Yəni mən bir mütəxəssis kimi onun elə bir məscid olacağını gözləmirdim. O da 2 günbəzli çıxdı. Maşallah. Hansı ki üstü paketlə bağlanmışdı. Layihəmizdə də onun deməli təzədən paketlə bağlanması məsələsi vardı. Qapısını şimaldan biz bilirdik. Qapısı şərqdən möhtəşəm bir qapı çıxdı. Mehrabı, sonra divarlar bişmiş kərpicdən, yəni bu ortaya çıxmış oldu. Qalır yığışıb gedib sizin rəhbərliyinizlə gedib baxmaq ora. Hə, inşallah. Hələ orada işlərimiz var. Yəni çünki onların arası burada olduğu kimi doldurulacaq. O tualeti biz oradan sökdürməliyik. Təəssüf ki, icra hakimiyyətinin başçısı Yeni Cavan oğlandı. Dedi ki, mən onu təcili həll edəcəm. Üstündən məktub da mənə məktub yazın. Məktub da yazdıq. Üstündən hardasa bir 4-5 ayda keçib. Yəni həmin yoldaş da bu məsələni həll edə bilmədi. Prokurorluq həll edə bilmədi. Polis həll edə bilmədi. Yəni belə də irs sanki yetimdir. Yəni mən düşünürəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva bu müxtəlif yerlərdə, Qarabağda, digər yerlərdə gördükləri daha çox da dünya əhəmiyyətli, respublika əhəmiyyətli abidələrə qoyduqları bu deməli diqqəti, təşəbbüsü yerli əhəmiyyətli abidələrə də yönəldəcəklər. Və bu yerli əhəmiyyətli abidələr yetim qalmayacaq yəni. İnşallah. Demək olar ki, yerli əhəmiyyətli abidələrin əksəriyyəti, yəni hal-hazırda hər kəs məni bağışlasın, alimlər də, yəni belə insanlar da yetim vəziyyətindədir. Təəssüf ki. Həqiqət nə qədər olsa olsa da binanı görürsüz. O da dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidəsi. amma söküləcək, hə? O biri də vallahi üstün nömrə yazıblar. Amma mən düşünürəm ki, cənab prezident siyasi iradə göstərəcək. Və Bayır şəhər kimi qorunmasına bu parklar artıq yetər, bəsdir. Mən düşünürəm ki, orada yəni gözəl elementlər də var. Onlar burada parkdır da. Yəni bunların hamısı böhründəki sonradan tikilmiş şeylər söküləndən sonra bu abidələr tək-tək ortaya çıxandan sonra bu da parkdır. O qədər gözəldir ki. Çünki istərsəz həm özümüz tanımalıyıq tariximizi, həm də ki, gələn turistlərə də fərqli bir şey göstərmək. Yoxsa bir günə deyir Bakını gəzib qurtarmaq olur. Elə pisimə gəlir ki, Bakı bir günə gəzilib qurtarılmaz. Yəni Bakının bütün tarixini gəzsən, Bakı bir günlük şəhər deyil. O qədər içində bir yarası var, tarixi var. Mən sizə bir şey deyim ki, Venesiya xartiyasının 1-ci maddəsini mən həmişə yəni başımın tükləri biz ola oxuyuram. Yəni heç bir abidə, heç bir bina tək başına abidə deyil. O mühiti ilə bir yerdə abidədir. Çox gözəl bir şeydir. Siz inanırsınız ki, buradakı insanlar, yaşayan insanlarla mən elə bilirəm ki, yəni bu birlə heç bir olmuyor. O qədər doğmadılar ki, Fəxrəddin kişi, nə bütün orada uşaqlar, o yaşlı bir qadın var orada. Hər dəfə bu qonşu, Rövşən, yəni bilirsiniz, biz bir yerdə bir ailə vəziyyətinə gəldik, çıxdıq. O uşaqlar o günlərim gəliblər bura, yəni gəzmək üçün. Nə gözəl. Yəni ki, bunlar heç bunu görməyiblər. Bu hamamı bu müddətdə demək olar ki, onlar yəni görməmişdilər. Ailələr gəlir buradan, qadınlar, öz körpəşanlarına. O gün görürəm buradan uşağın körpəşanı varsa, bir 5-6 yaşında bir uşağından keçir, ana, bilmir də ki, mənəm də burada. Deyir ki, deyəsən hamamı qutarıblar qızım. Gərək bir gün buna baxaq yəni. Belə bir uşaq deyir ki, mən də görmək istəyirəm yəni. Belə yəni doğrudan da bu mühiti yəni bu mühitə heç kim ağzı düzmür. Bu mühitə, bu adını Sovetski desələr, nə bilim Kubikada desələr, Zərgər falan da desələr, mən çox xahiş edirəm. Mən məmurların əksəriyyətindən söhbət edirəm. Ağız büzməməlidirlər. Büzməməlidirlər. Hamı, xüsusilə də alimlər bu abidənin, bu mühitin, bura ansambıldır. Bura tək başına abidə deyil yəni. Bu ansambıllar İstanbul kimi, sonra Roma kimi, Paris kimi şəhərlərdə olan deməli ansambıllar. Hamısı bir-birinə bu bağlıdır. ansamblı necə əldən vermək olar? Eynən. Bu mühitlə bir yerdə qorunmalıdır və mən bunu bir mütəxəssis kimi də deyirəm yəni. Qulaq asar, asmayan da ki, Allah canı. Allah sizdən razı olsun. Sağ olun. Düşək, videomuzun sonuncu bir hissəsi var. Məni çox narahat edən bir hissə. Onu da aşağıda, çünki sizi çox günün altında
yormaq istəmirəm. Əziyyətinizdən dolayı mən bir vətəndaş kimi sizə təşəkkür bildirirəm. Uşaqlar da sağ olsun, yorulmayasınız. Qeyd edeyim ki, uşaqlardan biri Fariz müəllimin öz oğludur. Yəni bu hər bir şey ona xüsusi olaraq güləndə Fərdi tanımadım. Fərdi uşaq olanda görmüşdüm. Amma çox sevindim ki, həqiqətən biz Fəridlə, Fidanla, uşaqlığımız, mən 2010-cu ildən məni səyahət həyatıma bu işdə Miras İctimai Birliyinin hər zaman deyirəm bir rol olub. Onda Fərdi uşaq idi, maşallah. Güləndə Fərdi tanımadım, sual da gətirdi, sağ olsun. Məndən də bu. Hə, amma nə sevdim həqiqətən də ki, işə bəzən deyirlər ki, hə onu bunu, amma insan öz ailəsindən başlamalıdır. Fərid də bugün konservasiya işlərinə cəlb olunub, nə gözəl. Zaten ki, belə bir alim atanın da belə bir oğlu olmalı. Həqiqətən də mən uşaqları öz balaca qardaşlarım kimi çox istəyirəm. Halal olsun həqiqətən. Uğurların bol olsun Fərid. Səni görməmə hələqsiz çox sevindim. Dişi. Fariz müəllimdən saatlarla danışa bilərəm. 15 ilə dayanan bir tanışlığımız var. O günə şükür edirəm ki, həqiqətən də Miras İctimai Birliyinin qapısını açdım. Həm mənəvi bir qapı oldu, həm də birbaşa mənada bir qapı oldu. İnsan öz mühitinin insanlarını tapanda çox rahatlaşır, çox yaxşı olur. Çünki çevrədə insanlar çox ola bilər, amma söhbət əhli deyilən bir anlam var ki, nə yaxşı ki, Miras İctimai Birliyini 15 il əvvəl tanıdım. Çünki burada çox dəyərli alimlərlə tanış oldum. Fariz müəllimlə, Həbbə xanımla, Elmar xanımla çox dəyərli insanlardır. Xüsusi olaraq qadın olaraq hər zaman onları qeyd edirəm. Biri epiqrafik alimimizdir, biri arxeoloq alimimizdir. Mən onlara fəxr edirəm və həqiqətən də arzu edirəm ki, belə alimlərimiz çox olsun. Bizim dərdimiz də olanda biz öz aramızda onu bir müzakirə edirik. Sonra başa düşürük ki, biz bunu müzakirə obyektinə çıxartmalıyıq. Onu sonradan bölürük ki, təzəlikcə yenidən belə bir yaramız var idi. Xüsusi olaraq videonu da onunla bitirmək istəyirəm ki, biz düşünürəm ki, bizim hər birimizin belə bir çağırışa, belə bir mənəvi borcumuz var. Söhbət Seyid Yahya Bakivi türbəsindən gedir. O bizim dahimizdən, işığımızdan gedir. Bu yaxınlarda yenə 3 il əvvəl də əsəbləşmişdik, yenə əsəbləşdik. Biz hər zaman mən düşünürəm ki, biz Seyid Yahya Bakivin dəyərini anlamırıq, bir Azərbaycanlı olaraq anlamırıq. Dünyaya bəzən ona işıq saçan bir Bakının işığı deyirlər. Amma biz əlimizdə olan bu mənəvi xəzinəni, dəyərini bilmirik. Amma elə heç çalışırıq ki, nəsə belə bir şeyləri əsəbləşək. Əlavə o söhbət çıxandan sonra, biz indi sizə bu danışığı videonu da bu ilə bitirim. Səhərsi günü Qız Qalasının aşağısında bəlkə də gördünüz, Müqəddəs Varfalameyin ayini keçirildi və mənə bir acıq gəldi, bir hiss əsəb gəldi. Yəni mən tolerantlıq hər şey başa düşürəm, amma Müqəddəs Varfalameyə hörmət əlaməti olaraq o ayin keçirilir. Amma Seyid Yahya Bakivin türbəsi önündə, o Keykubat məscidinin qalıqları önündə konsert proqramı keçirilir. İnsanlar düzgün başa düşmədi bizim etirazımızı. Elə bildilər ki, elə biz xanıma bir irad bildiririk, qətiyyən, yəni insanların oxumasına, insanların toplaşmasına etiraz edelim. Amma toplaşma üçün başqa yerlər var, deyilmi Fariz müəllim? Elə. Yəni əslində Seyid Yahya Bakuvi bu ad hər kəs bunu yadında saxlamalıdır. Yəni bu ad təkcə Azərbaycanın dəyəri deyil. Onun yazdığı əsərlər 20-yə yaxın sufizmlə bağlı yazdığı əsərlər var. Zamanında onu təbibi də adlandırıblar. Təbib adlandırmaq səbəblərindən birisi də məhz odur ki, insanlar onun yanında rahatlıq tapıblar. Xəstə insanlar, ruhu xəstə, bədəni xəstə insanlar gəlib onun yanında rahatlıq tapıblar. Ona görə də bu rahatlıq insanlara o öləndən sonra da ötürülüb. Bu mənada o sufizm məktəblərindən birisi olan xəlvətliyin ki, o onun ikinci piridir. Birinci piri Abaxılda Pir Ömər Abaxıl Ləşkərbanidir. Və onun qurduğu, onun müəyyən elədiyi bir dua paketi də var, belə deyək. Virdü Səttar. Virdü Səttar bugün dünyanın hər yerindədir. Fransa Avropa ölkəsidir. Nə bilim, Balkanlar Avropa ölkəsidir. İngiltərə Avropa ölkəsidir. Yəni Amerika dünyanın, yəni belə deyək, bu dəqiqə görürsünüz ki, hegemoniya arzusunda olan və hamı əksəriyyətində onu qəbul etdiyi bir dövlətdir. Orada yəni əksər müsəlmanlar, sufilər, belə müsəlman olmayanlar da, xristiyanlar da onun o qurduğu və yaratdığı yola meyl edirlər. Mən yadıma gəlir, İtaliyada Gabriel Mandel
Şeyx Gabriel Mandel yeni yəni vəfat elədi 2012 ya 2013 idi. Ya bunların hamısı özlərini Seyid Yahyanın yolcusu hesab edirdilər. Seyid Yahya zamanında demək olar ki bizim bugün üzərində dayandığımız bu torpaqların mənəvi atası idi. Və o zaman bizim dövlətin rəhbəri olan Xəlilullahın demək olar ki məclislərinin başı idi. Yəni onunla məsləhətləşmədən, onunla söhbət eləmədən bir şeylər olmurdu. Azərbaycanın tanınmış akademiki Ziya Bünyadov deyirdi ki 10 mindən yuxarı onun tələbələri yəni burada gəliblər, dərs alırlar. Yəni bu mərkəzdə. Bax burada Şirvanşahlar sarayında onun yanındakı Seyid Yahya Şirvaninin, Bakuvinin deməli xanəgahı önündə. Baxın, orada tədqiqatlar aparılır. O hovuzun altı, o insanların oxuduğu, əyləndiyi yerlər, onun hamısının altında bizim Seyid Yahya və Seyid Yahyadan başqa övliyalarımızın qəbirləri olublar. Onların hamısının ruhu orada dolaşır. Mən dəfələrlə İçərişəhər qoruğuna bildirmişəm ki, o Murad qapısı Seyid Yahyanın ziyarətinə gələnlərin Murad qapısıdır. O Murad qapısı açılmalıdır insanların ziyarətinə. Siz o pilləkəndən aşağı istər deməli Seyid Yahyanın türbəsi, oradakı o məscid, onun məşğul olması Şah məscidi və eləcə də Şirvanşah deməli türbəsi. Siz bunları pullu eləməməlisiniz, ödənişli eləməməlisiniz. Fərq eləməz. Bu yerli insandır, bu xarici insandır. Bu ölkəmizdə ziyarət yerlərinin ödənişli olmasının artıq yəni üzərindən xətt çəkmək lazımdır. Sən orada bu adamların adından, bu adamların qəbrindən, bu adamların ruhundan, üzərindən pul qazanmaq bu yol verilməzdir. Bu yəni əslində mən bunu anlaya bilmirəm yəni. Və ona görə də biz bu məsələni bir neçə dəfə qaldırmışıq, demişik ki, içkili mərasimlər. Bu nə deməkdir? Yəni də 3 il əvvəl heç içki gələn, yaxşı ilə bir içki qoymayıblar. İçkili mərasimlər. Bu nə deməkdir? Biabırçılıq. Yəni biz çox şəxsən mən özüm buna çox hiddətliyəm. Mən də. Ola bilər ki, mən həm də yerliyəm. Mən həm də bu Azərbaycanlıyam, Azərbaycanlı olmaqla yanaşı həm də Şirvanlıyam. Mənim nənəm, mənim babam bu irsi mənə ötürüblər. Onlar sufinin nə demək olduğunu, övliyanın nə demək olduğunu, bizim onlara hansı ədəblə yanaşmalı olduğumuzu, onların qəbrinə hansı ədəblə yanaşmalı olduğumuzu onlar bizə öyrədiblər. Baxmayın, kimlərsə çıxıb, özünü müsəlman adlandırıb, bütün keçmişinə tüpürən insanlar var. Bunlar çox deyirlər, bunlar az sayda olan insanlardır. Və o, siz də məni bağışlayın, keçmişinə, o irsinə, o atasına tüpürən insanları biz qınayırıq və biz düşünürük ki, burada deməli, əyləncəli mərasimləri keçirdən, içkili mərasimləri keçirdən insanlar da məhz onlardan başqa ad vermək olur ki, belə kömək alırlar, dəstək alırlar ki, bunu edirlər. Mən baxıram, həmin, yəni mənim paylaşdığım yazının altında və ya başqa mən Dilqəm bəli, oxudum hər bir şey. Yəni, oradakı yazının altında Toğrul Vəliyev, yəni adında birisi, yəni sonra bilmişəm ki, bu Seyran müəllimin, Seyran Vəliyevin, Süleyman Vəliyevin nəvəsi, yəni deməli Seyran Vəliyevin deməli oğlu. Mən Seyran müəllim tanıyıram, Seyran müəllim yəni hər şeyə ədəblə belə yanaşan, sən insanların əlinə nə verirsən ki, Seyid Yahyanın türbəsi deyil. Seyid Yahyanın türbəsi deyilsə kimin türbəsidir? Kimin türbəsidir? Yaxşı deyilsəm hər hansı bir dərvişin türbəsidir.
Nə fərqi var? Necə bunu eləmək olar? Necə? Nə fərqi var? Nə fərqi var? Lap belə Seyid Yəhyanın türbəsi deyil. Lap belə bu hansısa bir dərvişin türbəsidir. Ədəbdir. Ədəb Bu yəni. cür ədəb var. Qaldı ki, Seyid Yəhyanın türbəsi olduğunu Azərbaycanın tanınmış alimləri qəbul ediblər. Memarları, tarixçiləri, arxeologları, oraya tədqiqatlar aparılır, bunların hamısı ortaya çıxır. Sara Şürbəylisi var, Ziya Bünyadov var, nə bilim, Bertaliskisi var, Leviatov var, sondakı dövrün alimləri var. Yəni ki, bunların hamısı onu qəbul edirlər. 1621-ci ildə əsərini bitirmiş Ləmazat müəllifi Xulvi yazır ki, Seyid Yəhyanın türbəsi, Seyid Yəhyanın qəbri qala içərisindədir. Yəni, bu ondan sonra Pir Şükrullah Seyid Yəhyanın türbəsinin kənarında dəfn edilmişdir ki, o Seyid Yəhyanın tələbəsidir. Yəni, əslində milli mənəvi dəyərlərlə bağlı qalacağımıza and içir. Bu ölkənin rəhbəri də, cənab prezident də milli mənəvi dəyərlərə, yəni Qurana əl basır. And içir ki, mən onları qoruyacağım. Və bu yoldaşlara nə düşür? İçəri şəhər qoruğunun direktorunu kim təyin edir? Azərbaycan Respublikasının prezident təyin edir. O yoldaşa nə düşüb ki, nə qədər pul qazanıb ki oradan ki, o Seyid Yəhyanın adından, onun türbəsindən, o qəbristanlıqdan ki, o icazə verir və ya onun əlaltıları icazə verir ki, burada belə bir konsert təşkil olunur. Lap uzağı Şirvanşahlar sarayında eləmək istəyirlərsə, divanxana hissəsi var. Məsəl üçün, orada eləyə bilərlər. Vallahi biz divanxananın da Fərrux Yasar üçün hazırlanmış, yəni bir, orada məncə yaxşı öyrənilməlidir, yəni. Orada ola bilsin ki, türbədir, yəni. Yəni, zaten siz onu deyirsiniz ki, saray deyil. Yəni, bu belə deyil də. Yəni, orada əslində baxılmalıdır ora. O heç də, yəni o hissədə indi bir şeylər çıxmır, məsələn deyək ki, araşdırma aparılmır, yəni o öz yerində. Amma burada qazıblar. Buranın biz təkcə Seyid Yəhyanın türbəsində 18 skeletdən söhbət gedir. Yəni o adamların hamısını bir yerdən, oradan toplayıb, buradan toplayıb bunları ora. Yəni mən, yəni bu qədər də olmazsa. Ermənilər 1998-ci ildə o məscidi yandırırlar. Türbənin özünə ziyan vururlar. Ya bu ermənilik olmaz. Ermənilər başa düşdü. Bizə nə olub? Və səhərsi gün, çox da keçmədi ha, səhərsi günü Qız Qalası aşağısında Varfolameyin şərəfinə ayin icra olunur. Necə oldu? Yəni ayinə sən hörmətlə yanaşırsan, amma öz İslam övliyava. Mən desəm ki, Seyid Yəhya Şirvaninin Vird-ü Səttarı burada onun türbəsində səslənsin. Deyərlər sən dindarlıq deyilsə başlarsın. Yəni Vird-ü Səttar Seyid Yəhyanın əsəridir. Adamlar oxumayıblar. Necə ruha o qaranlıq gətirir? Xəlilullah elə bil ki, yəni sanki bu Şirvanşahlar dövlətinin Əs-Suyutinin bir ifadəsi var. Sara Şürbəyli öz əsərində yazır onu. Yazır ki, zəmanəmizin ən adil hökmdarı. Onun pullarını biz tapdıq şeydən, Muradxandan, Kürdəmir Muradxan kəndindən. Deməli, o pullar Ərdəbildə kəsilir. Ərdəbildə Şirvanşahların pulu kəsilir. Xəlilullahın pulları kəsilir yəni. Bugün biz nədən danışır? Mən həmişə sevinirdim ki, Pir Ömər Avaxı ilə Şirvaninin biz deməli, məzarını, onun türbəsini tapdıq. Biz demək olar ki, Mehriban xanım, sonra cənab prezident getdilər orada müharibədən öncə dua elədilər. Yəni, belə biz sevindiyimiz bir məqamda gəlib, məsələn, deyək ki, Seyid Yəhyaya qarşı hörmətsizlik, bu qəbul oluna bilməz. Mən hətta qeyd edeyim ki, İçəri şəhər qoruğunun açıqlaması demək olar ki, ictimaiyyəyi dolamaq idi. Oxudum siz konkret. Çünki necə yanında səs ucalması olmuyor, səskəl olurdu. Və necə yanında rəqs yoxdur, arxada bir... Necə bəraət qazanır? Rəqslər var yəni. Dəhşət bir şeydir, necə bəraət qazandırırlar. Orada, yəni bu bax, ala bilməz yəni. Əgər doğrudan da o mühitin, yəni abidənin mühitini
tanıtmaq istəyirsinizsə, doğrudan da 16-cı, 15-ci əsrlərin sufi mühitini göstərmək istəyirsinizsə, kənara getmək lazımdır. Öyle yoldaşlar müraciət edir Seyyid Yəhyanın özünə, Seyyid Yəhyanın özünə, Seyyid Yəhyanın bəlkə də orada əsərlərindən insanların çoxsunun xəbəri yoxdur. Əlbəttə yoxdur. Siz orada bir guşə qoyun, onu təzədən nəşr eləyin. Bütün əsərləri nəşr olunur. Bütün əsərləri. Şifa-ül əsrar da nəşr olunur, farsça əsərlər də nəşr olunur, ərəbcə əsərlər də nəşr olunur. Ya bu belə ola bilməz yəni. Siz bu irsi 2013-cü ildə Mehriban xanım UNESCO-nun qarşısında qaldırdı, həmin il Seyyid Yəhya ili elan edildik ki. O nə? Bu nə? Ona görə də mən yəni Şərşəhər rəhbərliyinə bir daha çağırış edirəm, amma biz Miras İctimai Birliyi olaraq bir sənəd hazırlayacağıq. Həmin sənəddə tam dəstək. Həmin deməli hissənin insanların ziyarətinə tamamilə açılması. Necə ki Ayasofya insanların ziyarətinə açılıb, hər kəs oranı rahatlıqla gedib ziyarət edə bilir. Eləcə də pulsuz pənəsiz. Eləcə də Murad qapısı açılmalıdır. Seyyid Yəhyanın türbəsi, onun Şirvanşahların türbəsi ödənişsiz, bir şeysiz. Bilirsiniz necə var? Buradan girsin, Murad qapısından girsin insanlar, yuxarıki qapıdan çıxsınlar. Şirvanşahların yanındakı qapıdan çıxsınlar. Hazırda qayda elədik ki, içəri girəndə o bir şey var ki, deyirsən ki, Seyyid Yəhyanı ziyarət eləmişəm, səndən pul götürmürlər, düzdür. Amma o Murad qapısının açılmasına çox sən bilirsən ki, yəni məsələn belə. Amma başqası bilməyəndə, mütəmadi gəlib, bunu bilməyən insanlar məsələn ödəniş edib ki, nə ehtiyac var ona? Razıyam sizə. Nə ehtiyac var? Doğru. Aç günündə bu açıq qalsın da xüsusi qorunan ərazidir. Nə boyda problemdir ki? Asıl bu insanlar lap belə gəlib Şah məscidində namaz qılmaq istəyən namazını qılsınlar. Nə bilim lap belə oranın üstünü Seyyid Yəhyanın türbəsinin ətrafındakı məscidin üstünü bir açılıb örtülən Məkkədəki, Mədinədəki yəni kimi açılıb örtülən bir şeylər eləyin. O insanlar gəlib orada dualarını eləsinlər. Yəni bu şəhər bərəkətlənsin də. Bu şəhərin bərəkətlənməsi üçün yəni onlar çox böyük bir ruhani şəxsiyyətlərdir. Onların yəni bütün dünyada Azərbaycanı tanıdan fəaliyyətlər olurlar yəni. Siz inanırsınız ki, istər Fransada, istər nə bilim İsraildən, istər Əlcəzairdən, nə bilim daimli Argentinadan gələn çox insanlar var ki, gəlib sırf onun üçün gəlirlər. Bəli, sırf ona görə gəlirlər. Oranı ziyarət etməyə gəlirlər yəni. Sən onlara deyirsən ki, yox sən xaricisən, sən ziyarət edilməzsən, sən görə bilmirsən. Yox, qardaş aç bunu, qoy hamı da bilsin ki, sən buradan rahat keçə bilirsən. Bir də insanlara bir rahatlıq yaradın da, nöşün bu pilləkənlərlə çıxmalıdır yuxarıdan, fırlanıb getməlidir o tərəfə, elə keçsinlər. Yəni orada nə problem var ki, niyə olmasın ki? Olsun. Allah sizdən razı olsun. Sağ olun. Mən ümid edirəm ki, mən də sizə minnətdarım. Nazim Hikmət demişkən, yandıqca düzələcək. Ümid edirəm ki, yanmağımız bu elm yolunda, başda siz olmaqla hər birimizin yanmağısı zəruridir, mən belə düşünürəm. Fərdi təşəbbüsdən böyük bir təşəbbüslər doğur. Yaxşı ki, varsınız Fariz müəllim. Mən də buradan hamını hazırda Orta Əsr Ağsu şəhərinə dəvət edirəm. Onunla bağlı bir videomuz var kanalda. Mütləq gedin, ziyarət edin, özünüz də, uşaqlar da. Çox gözəl bir kompleksdir. Baxın, görün ki, orada necə bir gözəllik yaradıblar. İllərin zəhmətidir, illərin bir əməyidir və hazırda məncə arxeoloji qazıntılar davam edir orada. Məzət hissəsində, yəni Seyyid Yəhyanın müəllimi Şeyx Sədrəddindir. Şeyx Sədrəddin müəllimi də Hacı İzzəddin Türkmanidir, Şirvanidir. Düşünürəm ki, odur. Yanıla bilərəm, yəni amma bizim hal-hazırda, çünki o Narlı Pirdə dəfn olunduğunu, Türbə qəbristanlığı Narlı Pir qəbristanlığıdır, dəfn olunduğunu qeyd edirlər. Amma bizim tədqiqatlar yekunlaşmayıb, demək olar ki, başındayıq. Bir yaxınlarda hətta qəbir hissəsinə, daha doğrusu Sərdabə hissəsinə də daxil olurduq. İşlər orada yarım qaldı. Xeyli kaşınar. Baxdım, çox gözəl işlər. Kaşılar da gətirmişik, burada tarix
daha doğrusu Arxeologiya və Antropologiya İnstitutundadır. Yəni üzərində işləyirik. Düşünürəm ki, sonraki illərdə biz oranın Hacı İzzəddin Düşmaniyə və ya başqa bir bölgəyə aid olduğunu öyrənə biləcəyik. Mən düşünürəm ki, o oradadır. Çünki Narlı Pir qəbristanlığı adlandırdığı yer, yəni həmin ərazidir. Məsələn, ağaclara çox böyük bir bağlılıqlar oldu. Yəni, məsələn, deyək, Hacı İzzəddinin nar məsələsi, sonra Pir Ömərin ağacın olması, ağacın içərisində zikr eləmələri, yəni bunların ağaclara, xüsusilə də mən düşünürəm ki, bu həm də təkcə İslamdan yanaşı türklikdən gələn və türklikdən bizim məsələyə qatdığımız bir dəyərdir və insanlar da bunu vaxtında qəbullanıblar, bir müsəlman olaraq davam da elətdirirlər. Belə. Ümid edirəm və arzu edirəm ki, növbətidə elə Işıq Məscid Türbəsində gözəl bir çəkiliş eləyək. Allah sizə can sağlığı versin. Yaxşı ki, varımızsınız. Həmişə deyirəm, Allah sizə bizim tariximizin üstünə əsk eləməsin. Var olun Faiz müəllim. Haqqınızı halal edin. Yordum sizi. Belə, bu gözəl söhbətlə, bu gözəl yerdə, bu dəyərli alimlə biraz söhbət etdik, aydınlandıq, yaralarımıza toxunduq. Yeni vlogda görüşmək ümidi deyirəm. Ümid edirəm ki, videonu bəyənəcəksiniz. Bəyəndinizsə şərh etməyi, bəyəni işarəsi qoymağı unutmayın. Kanalı izləməkdə davam edin. Sağ olun, sağlıqla qalın, işıqla qalın.